Salam dostlar, bugün sizə SQL-dən iş sorğumuzu yazacağıq. Onu izah edəcəm. Deməli, biz birinci videoda e, Litkoda necə giririk, suallara necə baxırıq falan filan bunları ətraflı danışmışam. Onun üçün də siz bu videodan başlamısınızsa, əvvəlcə o videoya baxın. Orada tamamilə bütün məlumatları başa düşün, sonra keçin bura sorğulayacaq. Deməli, yenə də qısa olaraq deyəcəm bəzi məlumatları. E, Amma mütləq o videoya baxın ki, orada ətraflı danışmışam nə nədir. Baxın, burada bizim table'ımızın məlumatları yazılıb. Görürsüz, bizim table'ımızda 3 dənə sütun vardı, tipləri yazılıb, product ID, low facet, traceable. Beşəsə tələffüz etdim bilmirəm. Aha, product ID-nin nə olduğunu deyir, low sorğudan nə çıxacağını bizə izah eləyir. Yəni elə bir sorğu yazmalıyıq ki, bu nəticə çıxsın. Burada deyir ki, az yağlı və necə deyək bunu geri dönüşüm yenidən emal olunanlar çıxsın. Yəni yes olanlar. Y, hər ikisi y olanlar. Həm bu y olsun, həm bu and işləmi. Y. Buradan da baxsaz görərsizsə 1 ilə 3 çıxıbsa, deməli hər ikisi y olanlar çıxıbdır. Baxın bu bizim cədvəlimiz, bu da çıxdısıdır. Baxın burada da aşağıda yazılıb only products load and trace. Yəni deyir ki, ancaq bunlar çıxıbdır. Deməli biz sorğunu yazmağa başlayaq. Sorğunu deməli select bizdən baxaq görək nə çıxıbdır. 3 sütunumuz var, amma product ID çıxıbdır. Bacarım product ID sözün və sütunun adını falan buradan götürün ki, daha düzgün olsun. Bəzən məsələn çaşırıq deyək, product ID-dən product ID yazırıq və çıxmır. Ona görə oradan götürsəz daha yaxşı olar, dəqiq olur. From hansı cədvəldir? Products. Baxın cədvəlin adı buradadır. Bunu da yəni bacarın buradan götürsəz daha yaxşı olacaq. Çünki səhv olmasın. Demək biz şərt yazmalıyıq. Şərti nə ilə yazırıq? Where ilə. Bundan böyük yazaq, bundan böyük yazmaq daha çox gəlir görsənir. Where. Demək bizdə nədir? Burada string bir şeydir. String bir şeyin bərabərliyi mütləq mötərizə ilə yazmalıyıq. Mötərizə dediyimdə dırnaqla bağışlayın. Səhv dedim. Belə bir şey. Yəni nə yazmalıyıq? Bu low facts var. Bu buradan götürəm yenə sütunun adı səhv olmasın. Bərabərdir y. Aha, indi burada düşünək nə yazmalıyıq? Bu və bu ikisi də y olsun. Deməli and və hər ikisi. Sən biri və ya o birisi desəydi orada yaz. Amma burada hər ikisini deyir. Və bu söz bərabərdir yenə dırnaq y. Sorğumuz bu şəkildə olacaq. Çox sadə sorğudur. Yəni bu ən basic səviyyədir. SQL-ə yeni başlayan bir adam select ver bilən adam rahatlıqla yazmalıdır. Aha, yoxlamaq üçün buna basırıq. Aha, login etməmişik. Nə gözəl. Login edək sonra. Mən login etsəm sözün düzü mənim öz hesabım çıxacaq. Necə açılsa. Öz hesabımdadır. Hamısını həll etdiyim üçün cavabla açıldı. Heç olmaz. Problem yoxdur. Aha. Yox, çıxmadı əvvəlki yazdım. Elə indi yazdım çıxdı. Nə gözəl. Aha, buna basırıq. Deməli, gördünüz, accepted. Yəni düzgündür. Buna da basırsınız, submit edirsiniz. Hazır. Bu qədər bəsit. Baxın, burada bunu belə edin, baxın. Burada bir neçə həllər var. Baxın, buna basırsınız. Məsələn, görürsünüz. Belə yazır. Düzdür, bunun başqa bir yolu yoxdur. Yəni, burada başqa bir yol olduğunu səhv ifadə işlətdim. Yəni, hamı eyni şeylə yazıbdır. Yəni, burada bəzi suallarda görəsiniz, bəzi həllər var. Məsələn, biri CTA ilə yazır, biri 2 dənə select ilə, yəni alt sorğularla yazır. Yəni, hər cür kodlar var. Ya biri məsələn alt-alta yazıbdır. Mən məsələn yan-yana yazmışam. Belə bir fərqlər yaradılır. Təşəkkür edirəm. İnşallah o birisi suallarda görüşərik.